Xaç güslü Məsihiliyin dini ayinlərindən biridir. Onlar iddia edirlər ki, bu ayin Həzrət İsa'dan qabaq da mövcud olmuşdur. Məsihilərin fikrincə, xaç güslü verən kəs günahlardan təmizlənir və özünü Allah yolunda xidmətə vəqf edir. Bununla belə, Qamusə Müqəddəs kitabının müəllifi yazır ki, Həzrət Məsih kimsəyə xaç güslü verməmişdir. Xaç güslü ayininin yerinə yetirilməsi qaydasına münasibətdə Məsihilər arasında ixtilaf vardır. Bəzilərinin fikrincə, xaç güslü verilən şəxs suya batmalıdır. Bəziləri isə bu işin 3 dəfə yerinə yetirilməsini zəruri sayırlar. Belə bir fikir də var ki, xaç güslü günahını keşiş qarşısında etiraf edənlərə aiddir. Ona görə də uşaqlara xaç güslünün verilməsini düzgün saymırlar. Bəziləri isə uşaqlara xaç güslü verilməsini, onların xaç suyuna salınmasını vacib bilirlər. Onlar deyirlər ki, uşağa xaç güslü verərkən suyu onun üstünə səpmək kifayətdir. Suyun uşağın üstünə səpilməsi Ruhul Qüdüs ilə yaxınlığa işarədir. Onlar, Ata, Oğul və Ruhul Qüdüsün adı ilə bir miqdar su səpilməsini kifayət sayırlar. Demək, əvvəlcədən Məsihi olanların xaç güslü verməsi onların günahdan təmizlənməsi sayılır. Körpələrin və xristianlığı yenicə qəbul edənlərin xaç güslü verməsi isə onların Məsihi ayinlərini qəbul etməsinə bir işarədir. Bugünkü kilsələrdə xaç güslü eyni qaydada yerinə yetirilir. Keşiş böyük bir qabı su ilə doldurub, ona bir qədər balzam və düz qatır. Sonra cəmaatın qarşısında güsül verəcəyi şəxsə xitab edir. Məsihiliyin Allahı Ata, Oğul və Ruhul Qüdüsdən ibarət bildiyinə inan. İsa Allah və Allah oğludur. Anası Məryəmin bətnində bəşər şəklinə gəlmişdir. O, atasının cövhərindən Allah, anasının bətnində insan olmuşdur. O dara çəkildi və 3 gün sonra dirildi. 40 gün xalqın arasında oldu. Səmaya qalxdı və atasının sağ tərəfində oturdu. Qətlə yetirilmiş bu Allah qiyamət günü şəhadət verəcək ki, sən iman gətirdin. Keşiş bu sözləri dedikdən sonra, qüsül verilən şəxs bəli deməlidir və keşiş dərhal sudan götürüb həmin şəxsin üstünə tökməlidir. Keşiş qüsül verən vaxt deyir ki, mən səni Ata, Oğul və Ruhul Qudus adı ilə qüsül verirəm. Sonra keşiş onun üzünü qurulayır. Bu vaxt qüsül verilən şəxsin günahları bağışlanır ya da o rəsmi şəkildə Məsihi, xristian olur. Yeni doğulmuş körpəyə 8-ci gün xaç qüslü verilir. Ata və ana öz körpəsini kilsəyə getirir və keşiş yuxarıda qeyd olunmuş sözlərlə körpəyə müraciət edir. Ata və ana körpənin yerinə bəli deyərək razılıq verirlər. Təəssübdən uzaq olan hər bir şəxs xaç güslü ayinini diqqətlə nəzərdən keçirsə, onun bir silsilə xurafatdan ibarət olduğunu görər. Xaç güslü ilə bağlı bəzi iradlarımızı bildirək. Birincisi, günah ruhi və əxlaqi bir büdrəmədir. Ruhu paka çıxarmadan, həqiqi tövbə etmədən, əxlaqı tərbiyələndirmədən, səmimi qəlbdən Allaha doğru qayıtmadan günahın təsirləri aradan qalxmır. Balzam yağı və duz qatılmış su ilə yuyunmaqla insanın qəlbi və ruhu təmizlənməz. Əgər bir şəxs günahdan peşiman olub həqiqi tövbə edə bilərsə, bu xurafatı ayinlərə yer qalmaz. İslam ayinləri insanın öz günahına görə peşimanlığını və tövbəsini onun təmizlənməsi kimi qəbul edir və lazım bilmir ki, günahkar şəxs öz sirrini başqalarına acıqlaşdırsın. İnsanın günahının təmizlənməsi üçün keşişə heç bir ehtiyac yoxdur. İkincisi, üçlü Allaha etiqad aşkar bir şirkdir və bu etiqad nəinki insanı paka çıxarmır, hətta həqiqi təvhiddən uzaqlaşdırır. İnsanın etiqadı bu sayaq mövhumatlara əsaslanarsa, o heç vaxt tərbiyələnib nicat tapa bilməz. Əksinə, belə mövhumatlar insanı doğru yoldan azdırır və onu bədbəxt edir. Məsihilərin bu sayaq küfürlü sözləri günahdan paklanma səbəbi bilməsə insanı heyrətə gətirir. Amma bu araşdırmalar müqəddəs İslam ayinlərinin realistliyini daha da işıqlandırır. İslam dinini qəbul etmək üçün Məsihilikdə olan xurafati mərasimlərdən keçmək lazım gəlmir. Dünyanın istənilən bir nöqtəsində, istənilən bir vaxtda Allahın birliyini və Həzrət Muhammedin peyğəmbərliyini qəbul edən şəxs həqiqi müsəlman olur. Həmin şəxs hüquqi baxımdan digər müsəlmanlardan fərqlənmir. İslamı qəbul etmək üçün cəmiyyətin gözü qarşısında kiminsə təlqinlərini dinləmək, yanlış sözlərini təsdiq etmək lazım gəlmir.